إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله الذي بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين صلى الله عليه وسلم تسليما كثيرا إلى يوم الدين. أشهد أن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة فإن كل بدعة ضلالة وكل ضلالة في النار. أما بعد فالسلام عليكم ورحمة الله وبركاته. Aziz Müslümanlar, Allah Subhanahu ve Teala nasip ederse bugünkü sohbetimizde bazı şiələrin istillar etmeye çalıştığı mənzilə hədisi deyilən hədis-i şərif üzərinə danışacağıq. Hədis məruf, məşhur hədisdir və bildiyiniz kimi yəni şiələrdən birisi bu hədislə istillar etmeye çalışmışdı və daha sonra da bizim bu sualdan güya qaçdığımızı, cavab vermədiyimizi iddia etmişdi. Əslində məsələ elə deyil, orada biz danışmışıq bundan öncəki videolarımızda. Bu söhbətimizdə inşallah həmin hədisi ələ alacaq Allahın izni ilə və hədis-i şərif üzərində haqqı ilə tədəbbür etdiyində və mövzunu əhatəli şəkildə incələdiyində onların dediyinin tam əksi olduğunu Allahın izni ilə sona doğru görəcəksiniz. Və bunu edərkən də ümumən yəni Əhl-i Şiə kitablarından, Əhl-i Şiə qaynaqlarından olan rivayətlərlə, yəni onların öz qaynaqlarından olan rivayətlərlə istidlal edəcəyik. Və İmam Nəsai və digərlərinin rivayət etmiş olduğu bir hədisdir, bilirsiniz. Sa'd ibn Əbu Vaqqas radiyallahu anhunun Resulullah sallallahu aleyhi və səlləm Tabuk qazvəsinə gedərkən Əli radiyallahu anhunun arxada qoyması məsələsi vardır və Əli radiyallahu anhu da o da deyir ki, məni uşaqlarla və qadınlarla birlikdə buraxıb, onların yanında buraxıb gedirsən və Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, sən razı olmazmısan ki, mənə görə mənzilən Harunun Musa'ya olan mənziləsi kimi olsun, lakin bu var ki, məndən sonra nəbi yoxdur. Və bu hədis üzərinə Abdülhüseyn Şərafuddin isimli, yəni Şiə alimi Əl-Müracaat kitabında deyir ki, وَلَا يَخْفَ مَا فِيهِ مِنَ الْأَدِلَّةِ الْقَاطِعَةِ وَالْبَرَاهِينِ السَّاطِعَةِ عَلَى أَنَّ عَلِيًّا وَلِيَ عَهْدِهِ وَخَلِفَتُهُ مِنْ بَعْدِهِ. Deyir ki, qəti və parlaq dəlillərdən, sübutlardan, burhanlardan heç kimə yəni gizli qalmır ki, Əli radiyallahu anhun onun yəni əhdinin vəlisidir, ondan sonra xəlifədir, yəni Resulullah sallallahu aleyhi və səlləmdən sonra. Ələ tərə keyfə cəaləhu sallallahu aleyhi və səlləmə vəliyyəhu fid-dünya vəl-əxirə. Görmüsənmi ki, Nəbi sallallahu aleyhi və səlləm onu dünya və axirətdə özünün vəlisi etdi. Ətərəhu bidəlikə alə sairi ərhamihi. Bununla onu digər qohumlarından üstün tutdu. Və keyfə ənzələhu minhu mənzilətə Harunə min Musa. Və necə onu Harunun Musa'ya olan mənziləsinə indirdi. Və ləm yəstətni min cəmi'il mənazili illən nübuvvə. Və bütün mənzilələrdən sadəcə nübuvvət mənziləsini istisna etdi. İstisnauha dəlilun aləl-umum. Və onun bu istisnası da ümuma dəlildir. Əl-Müracaat kitabında səhifə 214-də 26 nömrəli başlığa baxa bilərsiniz. Və burada biz deyirik ki, İncəzə ən yüstədəllə bihədəl hədisi aləl xilafəti fəltə'ləm əyyuhəl qari ənə fi hədəl hədisi əcəbə. Və deyirik ki, əgər bu hədislə xilafətə dəlil gətirmək caiz olsaydı,
o zaman oxucu kimsə, dinləyən kimsə bil ki, bu hədisdə əcaib bir şey vardır, qəribə bir şey vardır. Fəl-hədithu in uridə ən yustədəllə bihi aləl imaməti vəl-xilafəti fəsəyəkunu min əbrazil ədilləti alə əhəqqiyyət Əbi Bəkrin Siddiqi bil-xilafə. Əgər hədislə imamət və xilafətə dəlil gətirilirsə, o zaman bu hədis Əbu Bakır radiyallahu anh'ın xəlifə olmasına, daha haqlı olmasının ən açıq dəlillərindən biri olar. Və sən deyəcəksən ki, bu necə ola bilər? Burada Əbu Bakırdan heç kim danışmır. Burada söhbət Rasulullah sallallahu aleyhi və səlləmin Əli radiyallahu anh deməsindən danışılır. Və biz də deyirik ki, əgər sənə biz mücərrəd bir sual versək, soruşsaq ki, mən kənəl xalifətu bə'də Musa aleyhisselam. Musa aleyhisselamdan sonra xəlifə kim oldu? Fəsətucibuni qailən Yuşa aleyhisselam. Və sən belə deyərək mənə cavab verəcəksən ki, Yuşa, yəni Yuşa ibn Nun aleyhisselam Musa aleyhisselamdan sonra xəlifə oldu. Lakin mən huvə Yuşa ibn Nun. Yuşa ibn Nun kimdir? Huvə sahibu Musa aleyhisselam və rafiqu hicratihi, əlləzi zəhəbə ma'ahu liliqa'il Xadri aleyhisselam kəmə beyyənət dəlikə suratul kəhfi və həkə dəlikə müfəssiruna min əhli sünnəti və minə şiəti əl-İthna Əşəriyyə. Və Yuşa ibn Nun aleyhisselam Musa aleyhisselamın hicrətində, yəni onun yolçuluğunda, onun yanında yoldaşı idi. O yolçuluq, o səfər ki, onunla Xadir aleyhisselamla görüşməyə getmişdi ki, bunu əhl-i sünnət və əhl-i şiə, yəni 12 əhl-i şiə qaynaqları da bunu nəql etmişlər və bu da Kəhf surəsində nəql edilən qissənin üzərində olan təfsirlərdə bəyan edilmişdir. Və Əbu Bakr Siddiq radiyallahu anhu kənə kəzəlik, sahibə Rasulillahi sallallahu aleyhi və səlləmə və rafiqa hicrətihi. Və Əbu Bakr Siddiq radiyallahu anhu da bu şəkildə Rasulullah sallallahu aleyhi və səlləmin hicrət yolunda yoldaşı idi və onun yanında olan dostu idi. وَالْخِلَافَةُ لَمْ تَحْصُلْ لِهَارُونَ عَلَيْهِ السَّلَامِ الَّذِي تَرْبِطُهُ بِمُوسَى عَلَيْهِ السَّلَامِ رَابِطَةَ النَّسَبِ وَإِنَّمَا حَصَلَتْ لِيُوشَعَ عَلَيْهِ السَّلَامِ صاحب موسى عليه السلام رَفِيقِ دَرْبِهِ. Və Musa aleyhisselamla olan bağlılığı səbəbilə Harun aleyhisselamın xəlifəliyi hasil olmamışdır. Hansı ki, onun nəsab bağı var, doğma qardaşıdır. Bu xəlifəlik, xilafət Yuşa ibn Nun'a nəsib olmuşdur. Hansı ki, onun səfərdə, yolçuluğunda yoldaşı idi, onun yaxın dostu idi. فاستخلاف هارون عليه السلام كان مؤقتا لفترة ذهاب موسى عليه السلام لمناجاة ربه في الطور. Harun aleyhisselamın xəlifəliyi müvəqqəti bir vaxt üçün idi. O zaman üçün ki, Musa sallallahu aleyhi və səlləm Rabbi ilə danışmaq üçün, müraciət üçün Tur'a getmişdi, Tur dağına getmişdi. Beynəmə kənətil xilafətu min ba'di Musa aleyhisselam təmmətən li Yuşa aleyhisselam. Və bu arada bunu da bilməliyik ki, tam bir xilafət Musa aleyhisselamdan sonra Yuşa ibn Nun aleyhisselama nəsib olmuşdur. Kəzəlikəl halu fi Əbi Bəkrin və Ali. Və bu eyni halda Əbu Bakır və Əli üçün də keçərlidir. Və bununla bağlı, məsələ əhl-i sünnət təfsirlərindən Qurtubinin təfsirinə baxsanız, deyir ki, la xilafə ənən nəbiyyə sallallahu aleyhi və səlləmə ləm yurid bimənziləti Haruna min Musa əl-xilafətə ba'dəhu. Deyir ki, bunda ixtilaf yoxdur ki, Nəbi sallallahu aleyhi və səlləm Harunun mənziləsi ilə, Harunun Musa aleyhisselamın mənziləsi ilə özündən sonraki xilafəti qəsd etməmişdir. Və la xilafə ənə Haruna mətə qablə Musa aleyhisselam. Və ixtilaf yoxdur ki, Harun aleyhisselam Musa aleyhisselamdan öncə vəfat etmişdir. Və mə kənə xalifətən ba'dəhu. Və ondan sonra da xəlifə olmamışdır. Və innəmə kənəl xalifətu Yuşa ibn Nun. Xəlifə olan isə yalnız və yalnız Yuşa ibn Nun idi. فلو أراد بقوله أنت مني بمنزلة هارون من موسى الخلافة لقال أنت مني بمنزلة يوشع من موسى. Əgər Nəbi sallallahu aleyhi və səlləm bununla xilafəti qəsd etsəydi, o zaman deyərdi ki, sənin mənə görə mənzilən Yuşanın Musa'ya olan mənziləti kimidir. فَلَمَّا لَمْ يَقُلْ هَذَا دَلَّ عَلَى أَنَّهُ لَمْ يُرِدْ هَذَا. Nədir ki, Nəbi sallallahu aleyhi və səlləm bunu deməmişdir. Bu da dəlalət edir ki, Nəbi aleyhissalatü vesselam bunu qəsd etməmişdir. Və innəmə əradə
en yestaklifahu ala ehlihi fi hayatihi ve gaybubetihi an ehlihi kema kana Harun halifete Musa ala kavmihi lemme kharaca ila münacati rabbihi. Ve onun yani Nebi sallallahu aleyhi ve sellemin Ali radiyallahu anh'ın yani özündən sonra xəlifə qoyması onun olmadığı zamanda Mədinədə əhlinin yanında yani onun yerine qalmasıydı. Ne de ki Harun aleyhisselam da Musa aleyhisselam Rabbi ile danışmaya giderken onun yerine xəlifə olarak kalmıştı. فهارون عليه السلام قد مات قبل موسى عليه السلام فلا يصح في الأذهان أن يشبهه النبي صلى الله عليه وسلم عليا رضي الله عنه بهارون عليه السلام. Ve Harun aleyhisselam da Musa aleyhisselamdan evvel vefat etmiştir. Ve buna göre de hiçbir zihinde yani sahih doğru olmaz ki Nebi sallallahu aleyhi ve sellem bununla onu yani bu makamda onu yani Ali radıyallahu anh ile mukayese etsin, ona benzetsin. İz ma aradan nassu ala hilafetihi min ba'dihi. Çünkü bu nas, bu hadis Ali radıyallahu anh'ın ondan sonra halifeliğini irade etmemiştir. Lianne Harun aleyhisselam lem yahluf Musa aleyhisselam siva zamanen yesiran inde zehabi Musa aleyhisselam ila Tur. Çünkü Harun aleyhisselam sadece kısa bir müddet içinde, kısa bir zaman kesiminde Musa aleyhisselam Rabbi ile danışmaya giderken onun yerine kalmıştı. Ahuva ma yetevafaku bi şeklin vadihin ma'a istihlafin nebiyyi sallallahu aleyhi ve selleme el-imam Ali radıyallahu anh ala ehlihi fil medineti lidzehabi ile Tabuk. Bu da tamamen Nebi sallallahu aleyhi ve sellemin Tabuk'a giderken Ali radıyallahu anh'ın öz yerine koymasına muvafiktir. Min eyne etet fikretul istihlafil am? O zaman ümumi bir hilafet, halifelik edilmesi hardan gelmiştir bu fikir? وَلِلْمُفِيدِ كَلَامٌ جَمِيلٌ فِي الرَّدِّ عَلَى فِرْقَةِ الْفَطَحِيَّةِ الشِّيعِيَّةِ مِنَ الْمُهِمَّ أَنْ نُسَلِّطَ عَلَيْهِ الضَّوْء. Yani Şia'nın meşhur alimlerinden Mufid'in güzel bir sözü vardır. Fatahiyye firkası olan yani Şia firkasında olan reddiyesinde onlar da Abdullah ibn Cafer'in hilafetini iddia eden bir Şia firkasıdır. Ve Şeyh Mufid'i de bilirsiniz. Muhammed ibn Nu'man el-Akbari el-Baghdadi el-Ma'ruf ibn el-Muallim thumma iştuhira bil-Mufid. Yani önce İbn-i Muallim olarak meşhur olmuştu. Sonra da Mufid diye meşhur olmuş. Hatta deyilir ki ona bu lakabı Mehdi aleyhisselam vermiştir. Mufid deyir. Emmel fatahiyyetu fel hüccetu aleyhi avdahu min en tehfa lianne İsmail'e mâte qabla Ebi Abdillah aleyhisselam. Fatahiyye'ye, o firqeye geldikdə isə onların üzerine onlara karşı olan hüccət, yani gizli kalmaktan daha açık olan, gizli kalmamakta olan daha açık olan bir hüccətdir ki, çünkü İsmail Ebu Abdillah aleyhisselamdan evvel vefat etmiştir. Vel meyyitu la yakunu halifetel hayyi. Ölen kimse de diri kimsenin halifası olmur. Ve inneme yekunul hayyu halifetel meyyit. Ancak diri olan kimse ölmüş kimsenin halifası olur. Velakinnel kavme amilu ala taklidir ru'asai ve a'radu anil hücce ve ma fi babiha. Lakin bu kavim büyükleri, başçaları təqlid etmek üzerine əməl etmişlerdir ve hüccət ve onun içinde olan babdan üst çevirmişlerdir. Ve hâzâ emrun la yuhtacu fihi iktarun li'ennehu zahirul fesadi ve beyinul intikat. Ve bu iş yani hakkında çok danışmağa ihtiyaç duyulmayan bir iştir. Çünkü onun fasid olmağı zahirdir ve tənqid olması da açıqdır. Onun kelamı burada bitti. Kemaluddin ve Tamamul Nime kitabında sayfa 105'te bunu zikredir. Biz deyirik ki vel kelamu zatuhu yuqalu li'şi'atil ithnaşeriyye. Bu eyni söz, yani Şeyh Muhyiddin dediği bu sözün eynisi 12 imam şialarına da deyilir. Ve Harun aleyhisselam kad mâte kavle Musa aleyhisselam. Harun aleyhisselam Musa aleyhisselamın evvel vefat etmiştir. Vel meyyitu la yekûne halifeten lil hayy. Şeyh Muhyiddin dediği kimi ölen kimse diri kimseye halife olmur. Aksine diri kimse ölü kimseye halife olur. Ve keyfe caze li'şi'ati en yestedillu bihâdel hadîthi ala kavni Ali ibn Abi Talib'in halifeten li Resulillah. Elə halda, yani hal beləyken Şialara necə caiz olur ki, bu hadisle Ali ibn Abi Talib radıyallahu anh'ın
Resulullah sallallahu aleyhi ve sellemin xəlifəsi olduğuna dəlil gətirsinlər. Lakinnəl qavmə amilu alə təqlidir rəsə və a'radu anil hüccətə və ma fi bəbihə. Şeyx Müfidin dediyi sözün eynisini deyirik ki, lakin bu qovm böyükləri, başçıları təqlid etməklə əməl etmişlər və bu hüccət və onda olan babdan üst çevirmişlərdir. İkinci məsələ. El-hadithul məzkurun lehu səbəbun hamun la yenbəği ən yuğfələ və ən yufhəməl hadithu dunahu. Bu hədisdə, zikr olunan bu hədisdə bunun gəlmə səbəbi vardır, vurud səbəbi vardır ki, və ondan üst çevrilməsi caiz deyildir və onun qeyrisi ilə də hədisin anlaşılması caiz deyildir. Və qad varadə səbəbullezî min əclihi qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləmə hədəl hədithən nəbəviyyə şərifə indəl fəriqeyni əs-sünnəti və şiə. Hər iki firqənin, yəni əhl-i sünnə və əhl-i şiənin də yəni, qaynaqlarında zikr olunduğu kimi Nəbi sallallahu aleyhi və səlləmin bu hədis şərifi deməsinin səbəbi vardır və bu səbəb də zikr olunmuşdur. Və həsbihə huna ən əktəfiyə bi rivayətin şiiyyətin zəkərətis səbəbə liəllə yadunna zannun ənə rivayəti əhli sünnəti qad cəət bimə ləm tə'ti bihi rivayətu şiə. Və biz burada yəni şiə qaynaqlarında olan bəzi rivayətləri zikr etməklə kifayətlənirik ki, deməsinlər ki, əhl-i sünnət qaynaqlarında olan rivayətlər əhl-i şiə qaynaqlarında olan rivayətlərdə olmayan şeylərlə gəlmişlərdir. Yəqulul mufidu fi kitabihil irşad fələmmə bələğə əmirəl müminə aleyhisselam ircaful münafiqinə bihi əradə təkzibəhum və idhara fadihatihim. Deyir ki, irşad kitabında deyir ki, Şeyx Müfid Əmirəl Mömin aleyhisselama münafiqlərin dedikodusu, iftiraları gəlib çatdığı zaman onları yalanlamaq istədi və onların rüsvaçılıqlarını izhar etmək istədi. Fələhiqən bin nəbiyyə sallallahu aleyhi və səlləmə fəqalə Ya Rasulallah, innəl münafiqinə yəz'umun ennəkə innəmə xəlləftəni istithqalən və məqtə. Və Nəbi sallallahu aleyhi və səlləmə dedi ki, ey Allahın Rasulü, həqiqətən də münafiqlər iddia edirlər ki, sən məni ancaq, yəni məni ağır saydığın üçün, yavaş saydığın üçün, istəmədiyin üçün və mənə buğz etdiyin üçün məni geridə buraxmışsan. Fəqalə ləhu Rasulullah sallallahu aleyhi və alihi irci' ya əxi ilə məkanik. Və deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, ey qardaşım, öz məkanına qayıt. Fə innəl mədinətə lə təsluhu illə bi əv bik. Çünki həqiqətən də Mədinə məndən və səndən başqasına görə uyğun deyil. Yəni, ancaq biz ikimizə uyğundur. Fə əntə xalifəti fi əhli və dəri hicrəti və qavmi. Baxın, nə deyir? Sən mənim əhlimdə, hicrət diyarımda və qövmümdə xəlifəmsən. Əmə tarda ən təkuna minni bimənziləti Haruna min Musa illə ənəhu lə nəbiyyə bə'di. Sən mənə görə Harunun Musa'ya olan mənziləsində olmağa razı olmaz mısan? Lakin bu vardır ki, məndən sonra nəbi yoxdur. İrşad kitabında 1-ci 156-ya baxa bilərsiniz. İrşad kitabı 1-ci 156. Və qad ravat Tusiyyu rivayətin kəthirətən fi hədəl mə'nə. Və yenə şiə alimlərdən Tusi də bu mənada çox rivayət etmişdir. Minhə mə ravahu Əbu Səidin Xudriyyu qal. Bunlardan biri də Əbu Səid el-Xudridən rivayət olunan şeydir ki, Rasulullah sallallahu aleyhi və səlləm Əli ibn Əbi Talib aleyhissalama dedi, fi qazvəti Tabuk qazvəsində, xəllifni fi əhli, mənim əhlimdə mənə xəlif ol, yəni mənim yerimə, mənim əhlimin üzərində qal. Və qalə Əliyyün, ya Rasulallah, inni əkrahu ən yəkuləl-ərəbu xəzələ ibn əmmihi. Və Əli radiyallahu anh dedi ki, ey Allahın Rasulü, həqiqətən də mən ərəblərin belə deməsini, yəni kərik görürəm ki, desinlər ki, yəni Rasulullah sallallahu aleyhi ve selləm əmisi oğlunu, yəni üz üstə buraxdı və yaxud da ki, peşman etdi və yaxud da ki, utanılacaq bir durumda buraxdı. Və təxəlləfə anhu və onu geridə buraxdı. Və qalə əmə tarda ən təkuna minni bimənziləti Haruna min Musa, qalə bələ, qalə fəxlufni. Və Rasulullah sallallahu aleyhi ve selləm dedi ki, sən mənə görə, yəni Harunun Musa'ya olan mənziləsində olmağa razı olmaz mısan? Dedi ki, əksinə razıyam. Dedi ki, o zaman mənim yerimə qal. Bu da Əl-Əməli, yəni Tusinin Əl-Əməli kitabında səhifə 261-də, həmçinin Bihar-ül Anvarda 21-ci 232-də zikr olunmuşdur. Həmin qaynaqlara baxa bilərsiniz. Və ruiyyət kədəlikəl hədithətu bihədən nas. Eləcə də bu hadisə, bu nas ilə rivayət olunmuşdur.
وغزونا تبوك مع رسول الله صلى الله عليه وسلم فوضع علي النبي صلى الله عليه وآله وسلم على ثنية الوداع. Deyir ki, biz Rasulullah sallallahu aleyhi ve aleyhi ve sellem ile birlikte Tabuk gazvasına gittik və Əli radiyallahu anh da Nəbi sallallahu aleyhi və aleyhi və selləmi də Səniyyetul Vada'da onunla vidalaşdı. Və bəkə və ağladı. Və qalə ləhun Nəbiyyü sallallahu aleyhi və aleyhi və selləmə mə yubkik. Və Nəbi sallallahu aleyhi və səlləm ona dedi ki, səni nə ağladır? Və qalə keyfə lə əbki və ləm ətəxəlləf ənkə fi qazatin mundu ba'athəkallah. Və Əli radiyallahu anh da deyir ki, necə ağlamayım ki, Allah səni rəsul olaraq göndərdikdən sonra heç bir qazvədə səndən geridə qalmamışam. Fəmə bəlukə tuxlifuni əv tuxallifuni fi hədihil qazati. Yəni, sənə nə olur ki, bu qazvədə məni özündən geridə buraxırsan. Və qalə ləhun nəbiyyü sallallahu aleyhi və aleyhi və səlləm əmə tarda ya Aliyyü ən təkuna minni bimənziləti Haruna min Musa illə ənəhu la nəbiyyə ba'di. Fə qalə Aliyyün bəl radid. Və Rasulullah sallallahu aleyhi ve sellem yine eyni cümləni deyir, sən mənə görə Haruna Musa'ya olan mənzəsində olmaq razı olmazmısan? O da deyir ki, qardaşım bu ki məndən sonra nəbi yoxdur. O da deyir ki, əksinə mən razı oldum. Bunun üçün də baxa bilərsən yenə Tusinin Əl-Əməli kitabı səhifə 171-də. Və həmçinin də eyni kitabda, yəni Əl-Əməli kitabında Tusinin səhifə 307-də Amir ibn Sa'din hədisi vardır, atasından, Sa'd ibn Əbi Vaqqasdan. قال سمعت رسول الله صلى الله عليه وآله وسلم يقول لعلي عليه السلام ثلاثا فلا أن تكون لي واحدة منهن أحب إلي من حمر النعم. Və Rasulullah sallallahu aleyhi və səlləmi eşitdim ki, Əli radiyallahu anhuya üç şey dedi ki, onların birinin məndə olmasını qırmızı dava kərvanlarından daha çox sevirəm. Semi'tu Rasulullah sallallahu aleyhi və səlləmə yaqulu li Ali وخلفه في بعض مغازيه فقال يا رسول الله تخلفني أو تخلفني مع النساء والصبيان. Və deyir ki, Rasulullah sallallahu aleyhi və səlləmi eşitdim, Əliyə deyirdi ki, onu qazvələrinin birində, yəni Əli radiyallahu anh dedi ki, sən məni qadınlar və uşaqlarla birlikdə mi geridə buraxırsan? Fəqalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmə əmə tarda ən təkuna minni bimənzirəti Haruna min Musa illə ənəhu la nəbiyyə ba'di. Yəni eyni cümləni deyir burada da aleyhissalatü vesselam. Yəni səbirlə dinləyin inşallah. Yəni sona doğru getdikcə zaten buraya qədər oxuduqlarımızdan bir çox şey açığa çıxmış oldu. Bundan sonra oxuyacaqlarımızda isə daha da yəni qəribə şeylər var inşallah. Söhbətimizin başında dediyimiz şeylər Allahın izni ilə burada ortaya çıxmış olacaq. Və rəva Muhammed ibn Süleyman el-Kufi fi mənaqibil İmam Əmiril Mü'minina aleyhisselam. Deməli, Muhammed ibn Süleyman el-Kufi Mənaqib-ül İmam Əmiril Mü'minin kitabında Ən əsməə ənə Əmirəl-Mü'minin Ali ibn Əbi Talibin xaracə mə'a Rasulillahi sallallahu aleyhi və aleyhi və səlləmə həttə izə cəə thəniyyətəl vədə və huvə yuridu Təbuk və Aliyyun yəbki. Deyir ki, Əsmadan rivayət edir ki, Rasulullah, Əli ibn Əbi Talib radiyallahu anh, Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm ilə birlikdə çıxdı ta ki, yəni Səniyyətül Vadaya qədər gəlsin, yer adıdır bu. Və Rasulullah sallallahu aleyhi və səlləm də Tabuk qazvasına getmək istəyirdi və Ali də ağlayırdı. Və yəqul, ya Rasulallah, ətəcəluni mə'əl xavalif, sən məni geridə qalanlarla birlikdə mi buraxırsan? Və qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmə Əmə tarda ən təkuna fi minni bimənziləti Haruna min Musa illə ənəhu leysə bə'di nəbiyyun. Yəni bu da eyni şeyi deyir, eyni cümləni deyir bu da aleyhissalatü vesselam. Dediyimiz kitabda 1-ci cild 535-536-ya baxa bilərsən. Və qad əşarə lidəlikə ət-Təbərsiyyü fi i'lamil vara fəqalə fələmmə entəhə iləl curufi ləhiqəhu Aliyyun və əxəzə biğarzi rəhlihi. Deməli, Təbərsi i'lamil vara kitabında deyir ki, o deyir, qayalığa gəlib çatanda Əli radiyallahu anh ona yetişdi və onun minini üzəngisindən tutdu və dedi, ya Rasulallah, zəəmət Qureyşun ənnəkə xəlləftəni istithqalən minni. Deyir ki, ya Rasulallah, Qureyş iddia edir ki, sən məni, yəni məni ağır gördüyün üçün, yavaş gördüyün üçün, xoşlamadığın üçün geridə buraxmışsan. Qalə taləmə əzətil uməmu ənbiyəəxə əmə ən tarda ən təkuna minni bimənziləti Haruna min Musa. Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, yəni bugünə qədər də, yəni uzun müddət boyu, tarix boyu ümmətlər öz nəbilərinə əziyyət vermişlərdir. Sən mənə görə
Harunun Musa'ya olan mənziləti kimi olmağa razı olmusanmı? Və qala qad radaytu. Faraca'a ila'l Medine və qadimə Rasulullah sallallahu aleyhi və səlləmə Təbuka fi Şə'banə yevmət thulətə. Və deyir ki, Əli radiyallahu anh Mədinəyə qayıtdı və Rasulullah sallallahu aleyhi və səlləm də Şaban ayında 2-ci gündə gəlib Təbuka çatdı. Və kullu hadihi rivayat vəl masadir şi'iyyə tuakkidu və tuqarriru haqiqətə ennə qavlə النبي صلى الله عليه وسلم أما ترضى أن تكون مني بمنزلة هارون من موسى إلا أنه لا نبي بعد إنما هو ترضية للإمام علي رضي الله عنه لما طعن واستخف به المنافقون. Bütün bunlardan ortaya çıxan nədir? Resulullah sallallahu aleyhi ve sellem Ali radiyallahu anh dediği şeyden yani qəsd olunan şey Ali radiyallahu anh'unu razı salmaqdır ki, çünkü yani münafıklar bununla ona tən edirlər və onun yani xəfif saymağa başlayırlar. Yani işini, değerini müngülləşdirməyə çalışırdılar. Aşağı salmağa çalışırdılar. Üçüncü məsələ, laqad istəxlafən Nəbiyyə sallallahu aleyhi və səlləmə aləl mədinəti qayrəl İmam Ali ibn Abi Talib. Üçüncü məsələ nədir? Nəbi sallallahu aleyhi və səlləm Mədinəyə Əlidən başqalarını da yerinə xəlifə olaraq qoymuşdur. İ'lamul Bara kitabında səhifə 122'den oxumuşduq. Onu da qeyd edeyim. Və burada bu şeyə yəni diqqətləri yönəltmək də gərəklidir ki, Rasulullah sallallahu aleyhi və səlləm Təbuk günündə Əlini Mədinəyə xəlifə təyin etməmişdir. Və innəmə istəxləfə aləl Mədinəti Muhammed ibn Məsləmə əl-Ənsari radiyallahu anh. O gündə Muhammed ibn Məsləmə əl-Ənsari radiyallahu anh'unu yerinə yəni xəlifə qoymuşdur. Və istəxləfə Aliyyən alə ümməhətil müminə və əhli Aliyyin. Əli radiyallahu anh isə sadəcə möminlərin anaları və Əlinin öz əhli üzərində xəlifə qoymuşdur. Və lidəlikə qalə aleyhissalatu vəssələm ləhu fərci fəxlufni fi əhli və əhlik. Ona görə dedi ki, qayıt və mənim əhlimdə və öz əhlinin üzərində də mənim yerimə qal. İbn-i Şamın siyərinə baxaraq bunu oradan oxuya bilərsən. فليس مجرد الاستخلاف على المدينة يجعل المستخلف خليفة على المسلمين من بعد رسول الله صلى الله عليه وسلم. Yani mücerred olarak yerine koyması bir şəxsi Resulullah sallallahu aleyhi ve sellemin onu mütlak olarak özündən sonra xəlifə etmir. Ve burada başka bir məsələ də var. Onu da inşallah oxuyaq. Başka bir cavab da var. Səfərən Nəbiyyü sallallahu aleyhi ve aleyhi ve sellemə minəl mədinəti qariben min 30 safratin. Nəbi sallallahu aleyhi və səlləm Mədinədən təxminən 30 səfərə yolculuğa çıxmışdır. Və huvə yəstəxlifu fiyhə mən yəstəxlifuhu kəmə istəxləfə fi qazvətil Əbbə Sa'd ibn Ubadə. Və Rasulullah sallallahu aleyhi və səlləm bu səfərlərində hər səfərində birini xəlifə qoydu. Məsələn, Əbbə qazvəsində Sa'd ibn Ubadəni yerinə qoymuşdu. Və istəxləfə fi qazvətil Bəvat Sa'd ibn Muaz. Bəvat qazvəsində Sa'd ibn Muazı, sonra geri qayıdıb və Kurus ibn Cabir el-Fihrini, yəni onun arxasında gedəndə Zeyd ibn Harisəni yerinə xəlifə qoymuşdu. Həmçinin Qazvətul Aşirada Əbu Sələmə yerinə xəlifə qoymuşdu. Bədir savaşında, Bədir qazvəsində İbn Ümmü Məktumu yerinə qoymuşdu. Sonra Bəni Qaynuqa və Saviq qazvələrində Əbu Lübəbəni yerinə qoymuşdu. Həmçinin Osman ibn Affanı yerinə qoymuşdu. Qatafan qazvəsində həmçinin Ənmar qazvəsi də deyilir. Osmanı qoymuşdu yerinə. Və istəxləfəhu fi qazvəti Zat-ı Riqa. Eyni zamanda onu Zat-ı Riqa qazvəsində də yerinə qoymuşdu. Və istəxləfə İbn Rəvahətə fi qazvəti Bədrnil Məv'id. Və istəxləfə Siba İbn Urfutəl-Qifari fi qazvəti Davmətil Cəndəl. Və fi qazvəti Xaybər. Və bir çox qazvələrdə də başqalarını yerinə qoymuşdu xəlifə olaraq. Deyək ki, bunların hamısı xəlifə olmalıydı. Madem onunla istidlal edirsən, bunları istidlal etmək caizdir. Adaf ilə zəlikə ənə istixlafə Aliyin aləl mədinəti ləm yəkun əl-əxira. Buna onu da əlavə et ki, Əli radiyallahu anh'ın Mədinəyə yəni xəlifə qoyulması bu sonuncu deyildi. Fəqat istəxləfən Nəbiyyü sallallahu aleyhi və səlləmə aləl mədinəti fi həccətil vəda'i qayrə Əli. Vəda həccində Rasulullah sallallahu aleyhi və səlləm Mədinəyə Əlidən başqasını xəlifə qoymuşdu. Çünki Əli radiyallahu anh onunla bərabər çıxmışdı həccə. Beynəmə nəcidu fil müqabilə ənə Nəbiyyə sallallahu aleyhi və aleyhi və səlləmə əmmərə Əbə Bəkrin ələl həcc və xtassahu aydan bi imamətis salati vəhdəhu.
Burada onu da yəni qeyd etməliyik ki, buna müqabil Nəbi sallallahu aleyhi və səlləm Əbu Bakr radiyallahu anh'ı həcdə əmir qoymuşdu və təkcə onu namazda imam təyin etmişdi. Və ləm yəkun ixtisasuhu bi səbəbi qarabətin əv li əcli istirdaihi. Və Əbu Bakr radiyallahu anh yəni ora əmir təyin etməsi, həcc əmri qoyması və namazda imam təyin etməsi hər hansı bir qohumluq və yaxud da ki onu razı salmaq səbəbilə deyildi. Kəmə kənə mə'ə Aliyin radiyallahu anh, necə ki radiyallahu anh bu şəkildə olmuş, bu səbəbdən olmuşdu. Bəl ixtisasun mutlaqun min əclil fadiləti vəl istihqaqi fəhəsbu. Sadəcə və sadəcə fəzilətindən və buna haqlı olmasından dolayı bunu etmişdir. Rabiən, dördüncü məsələ, varada ində sünnəti və şiəti təşbihi Rasulillahi sallallahu aleyhi və aleyhi və səlləmə Əbə Bəkr və Umara radiyallahu anhuma bi Nuhin və İbrahim və Musa və İsa aleyhimussalam. Əhl-i sünnət və əhl-i şiə qaynaqlarında Rasulullah sallallahu aleyhi və səlləmin Əbu Bəkr və Öməri, diqqət edin, Əbu Bəkr və Öməri Nuh, İbrahim, Musa və İsa aleyhimussalamı oxşatması gəlmişdir. Yəni bunu təbii ki sizə onlar oxumurlar, demirlər. Öz qaynaqlarında var. İndi həmin naqilləri sizə oxuyacağam. فَإِنْ كَانَ فِي تَشْبِيهِ النَّبِيِّ صلى الله عليه وآله وسلم علي بن أبي طالب رضي الله عنه بهارون عليه السلام ما يفيد المعنى الذي يريده الشيعة فماذا يقولون في تشبيه أبي بكر وعمر بأولي العزم من الرسل الذين هم بلا شك أفضل من هارون عليه السلام. Əgər Nəbi sallallahu aleyhi və səlləmin Ali ibn Abi Talib radiyallahu anh'ın Harun aleyhisselamı oxşatmasında, yəni bunların çıxardığı mənayı çıxartmaq caiz olursa o zaman Resulullah sallallahu aleyhi və səlləmin Əbu Bakr və Öməri Nuh'a, İbrahimə, Musa'ya və İsa'ya bənzətməsində ki bunlar ulul azm peyğəmbərlərdir və şübhəsiz ki onlar Harun aleyhisselamdan daha əfsəldirlər. Onu oxşatmasından biz nə faydanı çıxaracağıq? Bir də deyək ki onlar xəlifədirlər. Rava Şeyxut Taifəti Tusi fi kitabihil əməli. Yəni, bax, bu şiə qaynağıdır. Şiə qaynağıdır. Əməli kitabında, az öncə nəqillər oxuduq, İbn Məsuddan rivayət edir onun sözünü ki, Ləmmə kənə yevmu bədrin və usrətil usra, Bədir günü olduğunda və əsirlərlə əsir alındığında, qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmə mə tərəbnə fi həuləil qavm. Rasulullah sallallahu aleyhi və səlləm soruşur ki, bu qovm haqqında, yəni əsirlər haqqında nə deyirsin, nə görüşdəsiniz? Və qalə Ömər ibn Xattab, ya Rasulullah, humullədinə kəzzəbukə və əxrəcukə fəqtulhum. Ömər ibn Xattab dedi ki, ey Allahın Rasulü, onlar səni yalanlayan və səni öz yurdundan çıxaranlardır, onları öldür. Thumma qala Əbu Bakr ya Rasulullah, hum qavmuka və aşiratuka və la'allallaha yastanqidhuhum bika minən-nar. Əbu Bakr radiyallahu anh deyir ki, ey Allahın Rasulü, onlar sənin qövmündür və sənin aşirətin qohum əqrabandırlar. Bəlkə də Allah səninlə onları oddan xilas edər. Thumma qala Abdullah ibn Ravaha, ente bivadin kəthiril hatab, fəcmi hataban fəlhəb fihi nara. Abdullah ibn Ravaha radiyallahu anh deyir ki, sən elə bir vadidəsən ki, burada çoxlu odun var. Odun toplatdır və bir ateş, bir od yandır və əlqihim fihi və onları da həmin oda at, yəni yandır. Fəqaləl Abbas ibn Abdülmuttalib qat'uka rahimuk. Qat'uka rahimək. Abbas ibn Abdülmuttalib deyir ki, yəni sən qohumluğunu, qohumlu əlaqələrini bundan kəsmiş olarsın. Qalə thumma inə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmə qamə fədəxələ və əktərən nəsu fi qavlə Əbi Bəkr və Umar. Və Rasulullah sallallahu aleyhi və səlləm çıxır, yəni qalxır, çadırına daxil olur və insanlar da Əbu Bakr və Ömərin qovlu haqqında çox danışırlar. Qalə ba'duhum el-qavlu mə qalə Əbu Bakr və qalə ba'duhum el-qavlu mə qalə Umar. Bəziləri deyirlər ki, söz Əbu Bakrın sözüdür, bəziləri ki, söz Ömərin sözüdür. Və xarəcə Rasulullah sallallahu aleyhi və aleyhi fəqalə. Və Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm dedi, çıxdı və dedi ki, məxtilafikum ya əyyuhənnəs fi qavli hədinir rəculeyn. Ey insanlar, sizin bu iki kişinin sözündə ixtilafınız nədir? İnnəmə məsəluhumə məsəlu ixvatin ləhumə mimmən kənə qabləhumə. Onların məsəli ancaq onlarda olan iki qardaşlarının məsəli kimidir. Nuhin və İbrahim və Musa və İsa aleyhimussalam. Nuh, İbrahim, Musa və İsa aleyhimussalam. Və qalə Nuhun, Rabbi la tədər aləl-ardı minəl kəfirinə dəyyara. Nuh aleyhissalam dedi, Nuh surəsində 26-cı ayət kəlmədir. Ey Rəbbim, yer üzündə kafirlərdən heç kimsəni buraxma, heç bir doğub törəyən kimsəni buraxma. Və qalə İbrahim, fəmən təbi'əni fə innəhu minni və mən asani fə innəkə qafurur rahim. İbrahim də dedi ki, kim ki mənə ittiba edərsə, şübhəsiz ki, o məndəndir və kim də mənə asi olarsa, şübhəsiz ki, sən qafursan, rahimsən.
Yəni çox bağışlayan, çox mərhəmət edənsən. Və qalə Musa Rabbana tumis ala amvalihim vaşdud ala qulubihim fələ yu'minu hatta yarawul azabal alim. Musa əleyhissalam dedi ki, ey Rəbbim, onların mallarını məhv et, onların qəlblərini də qatılaşdır və onlar da ağırlı azabı görmədən öncə iman etməsinlər. Yəni bu oxuduğum ayətlər İbrahim surəsi 36-cı ayət, Yunus surəsi 88-ci ayət. Yəni biri bəddua edir, belə deyək. Nuh əleyhissalam bəddua edir, İbrahim əleyhissalam bəddua etmir. Əksini deyir. Musa əleyhissalam onlar üçün bəddua edir və İsa əleyhissalam nə deyir? İn tu'azzibhum fe innahum ibaduk. Əgər sən onlara əzab versən, şübhəsiz ki, onlar sənin qullarındır. Və in təğfir lahum fe inneke entel azizul hakim. Əgər onları bağışlasan, şübhəsiz ki, sən azizsən, qafursan. Azizsən, həkimsən. Bu da Maidə surəsi 118-ci ayət-i kərimə. Bu dediyim, yəni rivayət də Tusinin Əməli kitabında səhifə 267-də, Biharul Anvarda 19-cu cild 271-dədir. İndi nə deyəcəksiniz? Sizin kitablarınızda Allah Resulü sallallahu aleyhi və səlləm Əbu Bakr və Öməri 4 dənə peyğəmbərə qardaş deyir. Ulul Əzm peyğəmbərlərdən 4 dənə. Nuh, İbrahim, Musa və İsa. Nə dedi? İnnəmə məsəluhumə məsəlu ixvətilləhumə. Onların məsələ ancaq onların iki qardaşının məsələ kimidir. Yəni biri Ömər radiyallahu anhu Nuh aleyhissalamla Musa aleyhissalamın dediyini deyir və Əbu Bakr radiyallahu anhu da İbrahim aleyhissalamla İsa aleyhissalamın dediyini deyir. Tam da oturur yerinə. Zaten Əbu Bakr belə deyib, Ömər də belə deyib. Bu tarixlə, siyərlə, hədislərlə bilinən bir şeydir. Nə deyəcəksiniz? Kim olmalıydı xəlifə? Bu sizin kitabınızda olan nasdır. Bu nas ilə Əbu Bakr və Ömər xəlifə olmalıdır. Madam mənzilə hədisi ilə istidlal etməyə çalışırsa ki, ona əsla dəlil deyil, az öncə oxuduqlarımda görə, tamam onu deyirsə biz də bunu deyirik ki, qardaş, bu hədislər sizin qaynağınızda var. Sizin öz kitabınızda var. O zaman bu da dəlildir ki, Əbu Bakr və Ömər xəlifə olmalıydı. Ona görə də mən deyirəm ki, ay cavan oğlan, ey gənc insan, sənin sələfin bu işlərin içindən çıxa bilməyiblər. Sən bununla Müslümanların başını ağrıtma. Sən danışacaqsan, elə bir gedib orada burada kişi bildirənə deyəcək ki, mənə cavab vermədilər, qəlbimin dərinliklərini mən bilirdim, mən qalibəm və s. Sən qalibin qısı belə səndə yoxdur. Allah. Verdim sənə qaynaqları. Hələ sənə başqa suallar da vermişəm, onların cavabını gözləyirəm. İndi mən də sənə soruşuram. Hansı hədislə istidlal etmək daha qəti, daha açıqdır? Şübhə yoxdur ki, bu hədislə. Madam ki, sən bəlli bir, məhdud bir vaxt üçün olan bir şey, bir rivayəti dəlil gətirsən daimi xilafətə, o zaman mən burada, biri var ki, mənzilə deyilsin, mənzil əslində, biri var ki, mətəluhu və ya mithluhu. Onun məsəlində, onun mislində. Bu daha qüvvətlidir. Nə deyirsən, hansı ilə dəlil gətirək? Hansı ilə dəlil gətirək? Və Rasulullah sallallahu aleyhi və səlləm bu hadisədə Əbu Bakr radiyallahu anh dediyini etmişdir. Sizə görə münafiq olan, kafir olan, qəsb edən birisi olan Əbu Bakrın dediyini etmişdir. Ona görə də sən gəncsən. Sənin yaşının 3 misli qədər ömrünü sərf edib oxumağın lazımdır. Elm öyrənmək üçün insan hər şeyini verməlidir. Hər şeyindən keçməlidir ki, elm ona bir qismini versin. Sən yəni telefon zəngi eləyib onunla belə düz, bu belədir, bu belədir, okey deməklə heç bir şey əldə edə bilməsən. Sənə qulaq verənlər də, səni doğrulayanlar daha doğrusu, qulaq verib doğrulayanlar, sən ağılda olanlardır. Sən düşüncədə olanlardır. Dayaz bir məlumat, elm yoxdur ha, məlumat var. Dayaz məlumat sahibləri, filan şey filan. Allah sənin öz kitablarından oxuyuram. Öz qaynaqlarındandır. Sadəcə bir yerdə İbn Şamın siyərinə işarət etdim. Vəssalam. Qalan sənin qaynaqlarındır. Nə deyirsən? Kim olmalıydı xəlifə? Ona görə mən sənə başdan dedim ki, biz bununla mükəlləf deyilik. Bizim mükəlləf olduğumuz şey Rəbbimizin soruşacağı sualdır. Mədə əcəbtumul mürsəlin.
mürsəllərin, göndərilən rəsulların dəvətinə nə ilə icabət etdiniz? Nə ilə cavab verdiniz? Sən gəlib deyərsən ki, mən Peyğəmbər zövcəsinə cəhənnəm əhli deyirdim. Onu mu deyəcəksən? Nə üzlə çıxmağı düşünürsünüz Peyğəmbər sallallahu aleyhi ve sellemin qarşısına? Nə üzlə çıxmağı düşünürsünüz? Davam edəcək inşallah. Suallarımız davam edəcək. Və axiru davanə elhamdülillahi Rabbil alemin.